Xeyir, mən MHM Tədris Mərkəzinin kimya müəllimi Vüsələ Hüseynova bugün keçirilən OTK imtahanının birinci qrup üzrə olan sualların izahını verəcəm. İlk sualımızda adi pəncərə şüşəsinin istehsalında istifadə olunan maddələri müəyyən edin deyir. Adi pəncərə şüşəsinin tərkibi bu şəkildedir. Natrium oksid, kalsium oksid və 6 mol silisium dioksid. Demək ki, istehsalda istifadə olunur natrium karbonatdan, kalsium karbonatdan, bir də silisium dioksiddən. Uyğun cavabımız da C variantı. 2 xlorpropan plus natrium alınır X maddəsi və natrium xlor. Uşaqlar, reaksiya vürs reaksiyasıdır. Vürs reaksiyası nə idi? Alkil halogenidlərin natriumla reaksiyası zamanı deməli halogenin birləşdiyi yerdən radikal özü ilə kopyalanıb güzgü effekti ilə birləşirdi və müvafiq sayda karbon atomu olan alkan alınırdı. İlk öncə 2 xlorpropanın quruluşunu yazaq. Propan 3 karbon deməkdir. 2 xlor dediyinə görə ikinci karbonda xlor birləşdiririk. CH3, CH, CH3. Və natriumla reaksiyası zamanı natrium xlorla birləşib ayrılır və radikal hissədəki xloru qopardırıq, yəni halogeni qopardırıq, öz radikalın özü ilə kopyalayırıq qarşısına. Kopyaladıqdan sonra beynəlxalq nomenklaturaya görə adlandırmaq üçün uzun zəncir seçib nömrələməyə başlayırıq. 1, 2, 3, 4. İkinci və üçüncü karbonumuzda metil radikal olduğu üçün olacaq 2, 4, dimetil, ən uzun zəncir 4 karbonlu olduğu üçün butan. 2, 4, deməli 2, 3, pardon, 2, 3, dimetil butan olur cavabımız E variantı. 63-cü sual. 2 mol kalium sulfat suda həll edilmişdir. Dissosiasiya dərəcəsi 80% olarsa, məhluldakı kationların miqdarını hesablayın. Dissosiasiya dərəcəsi 80% nə deməkdir uşaqlar? Yəni bu 2 molun hamısı yox, onun 80%-i dissosiasiya edir. 2-nin 80%-i də eləyəcək nə qədər? 1,6 mol. Və biz kalium sulfatın dissosiasiyası zamanı, deməli, tam dissosiasiya eləsə 1 molundan 2 mol kalium iyonu, 1 mol da sulfat iyonu əmələ gəlir. Kation dediyinə görə kaliumu nəzərdə tutur. 1 mola 2 mol kalium əmələ gəlirsə, yəni kation olaraq 1,6-ya da əmələ gələcək X bərabərdir 3,2 olur cavabımız E variantı. 64-də amoniakın katalitik oksidləşməsi. Deməli, amoniakın oksigenlə iki cür reaksiyası var. Bir yanma reaksiyası var. Bir də katalitik oksidləşmə reaksiyası var. Katalitik oksidləşmə reaksiyasında alınır azot monoksid və su. Azot monoksid və su, yəni 3 ilə 4 cavabımız da olur B variantı. Zülalların tərkibində hansı amin turşu qalqarı ola bilər? Uşaqlar, zülalların tərkibində daxildir alfa amin turşular. Və biz alfa amin turşuları necə təyin edə bilərik uşaqlar? Alfa amin turşu, deməli, amin qrupu karboksil qrupuna bitişən karbona birləşmiş olsun. Yəni, karboksil qrupundan sonraki iç karbona birləşmiş olsun ki, biz ona alfa amin turşu deyə bilək. Amin turşuları nömrələyərkən, yəni karbon atomlarını sayarkən birinci karboksil qrupundan başladığımıza görə, deməli, bir karboksil qrupudursa, yanındakı karbon atomla birləşən amin qrupu olduğuna görə olacaq 2 amin. Yəni 2 amin olan amin turşunu götürürük. Burada bizim 2 amindən başlayan birimiz var. 2 və 3-də 3 amin dediyinə görə, deməli, bu alfa ola bilməz 3-cü karbonda olduğu üçün betadır. Aminitan turşusu var bir dənə. Aminitan turşusu nədir? CH2, COOH və NH2. Elə burada da aminitan turşusunda karboksil qrupunun yanındakı karbona birləşdiyinə görə daha burada 2 amintan turşusu deyilməyə ehtiyac yoxdur. Zaten 2 dənə karbon atomu var. Alfa amin turşudur. Olur cavabımız 1 ilə 4, yəni D variantı. 66. Natrium hidroksidin kükürdlə reaksiyası. Deməli, qələvlər bilirsiniz ki, uşaqlar həm kükürdlə, həm halogenlərlə, xlor, brom, yodla reaksiya daxil olur və əmələ gəlir həmin qeyri-metalın oksigensiz və oksigenli duzları əmələ gəlir. Burada da sulfid və sulfid duzu əmələ gələcək, bir də su əmələ gələcək. Reaksiyadan alınan suyun kütləsi verib. Demək ki, biz burada əmsallaşma aparmalıyıq. Əmsallaşmada oksigenləşmə dərəcəsinin dəyişən kükürdür. 0-dan -2-yə gedib, eyni zamanda 0-dan -4-ə gedib. -2-yə gedərkən 2 elektron alır, -4-ə gedərkən 4 elektron itirir. Deməli, bura 2 yazsaq, 4 burada, 2 burada natrium, onda natrium OH 6 düşər. Natrium OH 6 düşdüyünə görə suya 3 düşəcək. Buradan kükürdə də 3 düşəcək.
bərabərləşdirir. İndi bizə deyir ki, alınan suyun kütləsi 108-dirsə, alınan duzların ümumi mol miqdarını hesablayın. Ümumi mol miqdarını soruşur bizdən x. Biz də baxırıq ki, normalda reaksiyada 2 mol natrium sulfit, 1 mol da sulfit duz əmələ gəlir. Yəni ümumilikdə 3 mol duz əmələ gələndə alınan suyun kütləsi 3/18, 3/18 də 54 qram eləyir. 108 ilə 54 ixtisar gedəndə burada qalacaq 2, x bərabərdir eləyəcək 6 mol, cavabımız olur E variantı. Hansı halda maddələrin verilən miqdarında atomlarının ümumi sayı eynidir? Deməli, uşaqlar 2 mol amoniakda olacaq 8 dənə atom, 1 azot, 3 hidrogen, 4 atom var 1 molda, 2 molda olacaq 8 atom. 4 mol asetilində 2 2-in 4, 4 4-ün 16, 3 mol hidrogen sulfitdə 3 3-ün 9, 1 mol etanda C2H6 8, 2 mol CH4 karbon, 4 dənə hidrogen 5 eləyir, 2 molunda olacaq 10 dənə. Deməli, eyni olan oldu hansı? 1 ilə 3. Hansı alkanın 1 molunun tam yanmasından alınan suyun kütləsi daha çoxdur? Uşaqlar, alkanların yanması zamanı alınan suyun mol miqdarı alkanın tərkibindəki hidrogenin sayının yarısı qədər olur. Yəni 2 metil butandırsa, deməli bunun tərkibində C5H12-dir. C5H12-dirsə alınan su olacaq 6 mol. 2-3 dimetil pentan, pentan 5'dir. 2 dənə metil qrupu eləyir 7 dənə. C7H16, buradan alınan su olacaq 8 mol. Heksan C6H deməli 14'dür. Buradan alınan su olacaq 7 mol. 2-3 dimetil butan, butan 4'dür. 2-3 deməli dimetil 2 dənə metil qrupu C6'dır bu da. Yəni bu da C6H14'dür. Eyni şəkildə olacaq. Pentada 5 dənə karbon var. C5H12'dir. Buradan da 6 mol su alınacaq. Deməli, yəni zaten izomer olan maddələri çıxdaş eləyə bilərsiniz. Eyni olan maddələrdən eyni qədər su alınacaq. 2 metil butandan pentan izomerdə çıxırıq. 2-3 dimetil butandan heksan izomerdə eyni maddədə çıxırıq. Burada hidrogenin sayı ən çox olan B variantıdır. 2-3 dimetil pentan. Hansı qarışıqları eyni üsulla ayırmaq olar? Deməli, su-qum qarışığı, uşaqlar, suda həll olmayan bərk maddələrin ayrılması süzmə üsuludur. Su-qumla su-gil eyni cür qarışıq əmələ gətirir. Bu da süzmədir. Elə cavabımız olacaq 1 ilə 2 E variantı. Su etil spirti həll olan qarışıqda hər ikisi maye distillə ilə ayrılır. Su benzin isə durultma üsulu, yəni ayrıcı qıfla ayrılır. Suda həll olmayan mayələrin ayrılma üsulu. Hansı reaksiyalar molekul daxili oksidləşmə reduksiya reaksiyasıdır? Uşaqlar, molekul daxili nə deməkdir? Yəni, həm oksidləşən, həm də reduksiya olunan element bir molekulun daxilində olsun. Məsələn, bizim birinci reaksiyamızda oksigen mənfi 2-dən 0-a gedərək oksidləşir, xlor müsbət 5-dən mənfi 1-ə gedərək reduksiya olunur. Yəni, həm oksidləşdirici element, həm reduksiya edici element fərqli olsalar da eyni molekulun daxilindədirlər. Deməli, biri 1 olacaq. 2 uşaqlar, əks sözünə, yəni konmutasiya reaksiyasıdır. Burada oksidləşdirici və reduksiya edici element bir elementin tərkibinə gedir, soldan sağa gedərkən. Yəni hər ikisi kükürtdür. Ona görə buna biz konmutasiya deyirik. Natrium nitratda oksigen mənfi 2-dən 0-a gedir, azot müsbət 5-dən müsbət 4-ə gedir. Burada da gördüyünüz kimi oksidləşən və reduksiya olunan element eyni bir maddənin molekulun daxilindədir. Ona görə cavabımız olur 1 ilə 3 D variantı. 71. A qram duz, B qram suda tam həll edildikdə doymuş məhlul alınır. Eyni temperaturda duzun həll olma əmsalı 250 qram bölünsü litr olarsa, B bölünsü A nisbətini hesablayın. Uşaqlar, həll olma əmsalının 250 olması nə deməkdir? Həll olma əmsalı 1 litr, yəni 1000 ml suda həll ola bilən duzun miqdarını göstərir. Əgər K həll olma 250-dirsə, bu deməkdir ki, bu duzun 1000 ml suda 250 qramı həll ola bilir. Yəni su 1000 ml, duz 250 olmalıdır ki, həll olma əmsalı 250 olsun. Nisbət bu şəkildə olmalıdır, yəni. Deməli, A duzun kütləsidir, B suyun kütləsidir. B bölünsün A nisbəti olacaq neçə? 1250-yə bölündə 4. Cavabımız olur E variantı. Deməli, bu 102 imiş uşaqlar. Donmuş bir atomlu alifatik spirt, spirtdən alınan sadə efir molekul kütləsi 102-dir. Deməli uşaqlar, sadə efirlər necə alınır? Sadə efirin formulunu belə yaza bilərik. Deməli, axı radikal, o radikaldır bu şəkildə.
Ve biz buradan radikal olarak CnH2n plus 1 O, CnH2n plus 1 yazsaq və kütləni bərabər eləsək 102-yə, buradan n-i hesablayıb tapa bilərik. Deməli, 14n plus 1 plus 16 plus 14n plus 1 yazsaq, deməli, bərabərdir 102. Bu şəkildə də yaza bilərsiniz uşaqlar. Sadə efirin formulunu bu şəkildə yadda saxlamısınızsa. Və ya sadə efirlərin bilirsiniz spirtlərlə siniflərsiz izamilik əmələ gətirir. Doymuş bir atomun spirtlərinin də ümumi formulu CnH2n plus 2 O-dur. Eyni şəkildə sadə efirlərdir. Bunu da bərabər edə bilirsiniz 102. Sadəcə diqqətli olun. Burada tapacağınız n radikalın kütləsidir. Yəni birbaşa spirtin atom sayını tapmış olursunuz. Sadəcə hesablama biraz uzun gedir. Burada tapdığınız n isə deməli sadə efirin karbon atomunun sayıdır. Onu mütləq 2-yə bölməlisiniz ki, spirt molekulundakı karbon atomunun sayını tapasınız. Deməli, 14n plus 18 bərabərdir 102. 14n bərabərdir 102-dən 18 çıxsaq qalır 84. N bərabərdir 6. Bax, bu 6 sadə efirin tərkibindəki karbonun sayıdır. Spirtdən əmələ gəldiyinə görə spirtlərdə nə baş verirdi? Gördüyünüz kimi spirtin tərkibindəki radikal oksigenin sağ və sol tərəfinə gedirdi. Bu deməkdir ki, spirtin tərkibində 3 dənə deməli karbon atomu var. C3, H7, OH. Atomların ümumi sayı dediyinə görə 10, 12 olur. Cavabımız D variantı. Burada məsələn yazıb birbaşa hesablasaydıq olacaqdı 28n plus 18 bərabərdir 102, 28n bərabərdir 84, n bərabərdir 3. Yəni burada tapdığımız n birbaşa spirtin tərkibindəki karbonun sayı idi. Yəni hər iki tərəfdən hesablama apara bilərsiniz. İlk hansı yadınıza düşsə. Sadəcə diqqətli olun ki, səhv eləməyəsiniz. Hansı reaksiya və yaxud da reaksiyalar nəticəsində dəmirin 3 valentli birləşməsi alınır? Deməli, uşaqlar, dəmirin xlorla birbaşa reaksiyasından dəmir 3 xlorid alınır. Dəmirin kükürdlə reaksiyasından dəmir 2 sülfid alınır. Bunu çıxırıq. Dəmirin qatı sulfatla reaksiyasından dəmirin 3 valentli duzu alınır. Dəmirdir, xromdur, bu kimi metal, dəyişkən valentli metallarda qatı sulfatla 3 valentli duz əmələ gəlir. Eyni zamanda qatı və nitratla 3 valentli, qatı və duru nitratla 3 valentli duz əmələ gəlir. SO2 plus su. Duru sulfatla isə dəmirin 2 valentli duz əmələ gəlir. Dəmir 2 sulfat plus hidrogen. Yəni cavabımız olur 1 ilə 3 C variantı. 74. İki əsaslı karbon turşularını müəyyən edin. Deməli uşaqlar, iki əsaslı karbon turşularından biri tereftal turşusudur. Tereftal turşusu benzol həlqəsinə bir dənə yuxarıdan, bir dənə aşağıdan bu şəkildə karboksil qrupu birləşir. Buna deyirik tereftal turşusu. Bir də oksalat turşusudur. Polimetin turşusu ali karbon turşusudur, amma bir əsaslı turşudur. C15H31COH, C15H31, COOH. Bir də asetat turşusu, bildiyimiz sirkə turşusudur. CH3COH. 1-lə 2 olur cavabımız A variantı. Reaksiya tənliyinə əsasən X-i müəyyən edin. Uşaqlar, baxırıq ki, X burada parçalana bilən hidroksid olduğuna görə demək ki, suda həll olmayan hidroksidlərdir. Eyni zamanda metalın valentliyini də görürsünüz ki, 2 valentlidir. Çünki OH 1 valentlidir. OH-ın indeksinə yazılmış rəqəm birbaşa metalın valentliyini bildirir. Biz də buradan 2 valentli və suda həll olmayan əsas əmələ gətirən metalı götürməliyik. Natrium 1 valentlidir. Eyni zamanda parçalanır, suda həll olan əsas əmələ gətirir. Alüminium 3 valentlidir. Qalır bir dənə bizim 1 ilə 4-ümüz. 1 ilə 4 cavabı da burada silinib. Yəqin ki, D variantıdır. Kalsium fosfidin su ilə reaksiyası. Yazaq kalsium fosfidin su ilə reaksiyasını. Kalsium fosfidin su ilə reaksiyasından alınır kalsium hidroksid plus fosfin. Uşaqlar, fosfin qazı fosforun hidrogenlə birbaşa reaksiyasından alınmadığı üçün bu cür dolayı yolla reaksiyadan alınır. Bir dənə burada əmsallaşdırma aparaq. Əmsallaşdıranda bura 2 yazsaq, kalsiuma görə bura 3 yazsaq, 3, 2, 6, 6, 12, burada 6 yazsaq, məncə düzələcək. 0,6 mol kalsium hidroksid alınmışdır, tamam. Reaksiya nəticəsində neçə əldir? Fosfin alınır, X. 3'ə 2 olduğuna görə X bərabərdir, eləyəcək 0,4 mol. Aha, bizdən litrdən soruşur, 0,4'də də 22,4'ə vursaq, eləyəcək 8,96. Burada da böyük ehtimal C variantı da silinib görünmür. 77-ci sual.
77'də deyir ki, X-in su ilə reaksiyasından əmələ gəldi natrium OH. Tamam. Sadəcə natrium OH əmələ gəlibsə, inşallah bu natrium oksid olacaq. Çünki natrium və ya da natrium hidrid olanda nə baş verirdi? Bizdə hidrogen də əmələ gəlirdi. Amma burada oxun aşağısında çıxan hidrogen göstərməyibsə, sadəcə natrium hidroksid yazıbsa, deməli cavabımız X-imiz natrium oksid olmalıdır. Natrium hidroksidin, natrium hidrokarbonat alınması üçün karbon qazı ilə reaksiyası lazımdır. Ona görə də cavabımız olur C variantı. Kalium şurası, yəni kalium nitrat mineralın tərkibində kalium nitratın kütlə payı 50,5%, azotun kütlə payı A. Biz burada uşaqlar kalium nitratın 50,5% olduğu mineralı tapaq ilk öncə. Əgər 50,5%imiz 101 qramdırsa, 100%imiz nə qədər olacaq? Mineralın kütləsini tapaq ümumilikdə burada. Buradan ixtisar gedər, daha doğrusu 101 ilə ixtisar gedər. Burada qalacaq 0,5. X bərabərdir. 100-ü 0,5-ə vursaq, eləyəcək nə qədər? Bölsək daha doğrusu eləyəcək 200. Deməli mineralımızın kütləsi 200 qramdır və bu 200 qram mineralın tərkibində olan azotun kütləsi natrium şorasının daha doğrusu kalium şorasının tərkibindəki azot bir dənə azot atomu olduğuna görə hesablayırıq ki, omega azot bərabərdir. Azotun ayrı 14 bölmə ümumi mineralın kütləsi 200 vurmaq 100%, bu da eləyəcək 7% olur cavabımız D variantı. M qram kalium hidridin su ilə reaksiya tam sərf olunduqda yazaq kalium hidridin su ilə reaksiyasını. Alınır kalium hidroksid plus hidrogen. Əmsallaşdırmağa da ehtiyac yoxdur. M qramının deyir 56 litr hidrogen ayrılmışdır. M-i hesablayın. Aha. Deməli, tənasüb qurmaq üçün inşallah kalium hidridin M-ni yazmalıyıq. Bunun altından eləyir 40 qram. 40 qramdan ayrılan hidrogen həcm olaraq olur 22,4 litr. Buradan M bərabərdir. 56 ilə 22,4-ü ixtisar aparsaq, bu eləyəcək 2,5. Deməli, M bərabərdir. 40-ı da 2,5-ə vursaq, eləyəcək 100 qram. Cavabımız olur A variantı. Həm turşu, həm də qələvlərlə reaksiya daxil olan oksidi müəyyən edin. Həm turşu, həm qələvlərlə deyəndə uşaqlar söhbət amfoter birləşmədən gedir. Amfoterlər çünki həm turşu xassəli, həm qələvi xassələri göstərə bilirlər. Cavabımız olur E variantı, sink oksid. Deməli, amfoter oksiddir. Nitrit duzunun parçalanması əmələ gəlib oksid, NO2 və O2. Tənliyə səsin X-i müəyyən edin. Deməli, uşaqlar, ilk öncə nəyə diqqət eləməliyik? Metalın ekvivalentli olmasına. Metal ekvivalentlidir. Buradan məsələn civəni çıxırıq. Çünki civə və gümüşün duzlarında metalın oksidi yox, metalın özü əmələ gəlir. Ona görə 4 olan cavabları çıxırıq. Geriyə qalan 1, 2 və 3-cü metalımız ekvivalentli metaldır. Amma bir məsələ var ki, kalsium kimi aktiv metallarda metalın oksidi yox, nitrit duz əmələ gəlir deyir 2 mərhələdə. Ona görə də cavabımız olur 1 ilə 3 D variantı. Reaksiyada tarazlığı başlanğıc maddələrin, yəni bu istiqamətdə alınması istiqamətinə necə yönəltmək olar? Uşaqlar, düzünə istiqamətdə müsbət kütsə bu reaksiyanın tərsinə çevirəndə mənfi 2 olacaq. Mənfi 2 olduğuna görə temperaturu artırmaq lazımdır. Temperaturu artırmaq cavabı varmı? Xeyr, azaltmaq var, o da yanlış olacaq. Sonra təzyiqə baxaq. Reaksiyanın bu tərəfində 2 həcm qaz var, bu tərəfində 4 həcm qaz var. Həcm artması baş verdiyinə görə təzyiqi azaltmaq lazımdır. Burada təzyiqi artırmaq yazıb, yanlışdır. Yeriyə qalır bir dənə maddələrin qatlığını dəyişmək. Maddələrin qatlığında necə dəyişir uşaqlar? Əgər biz tarazlığı bu istiqamətə yönəldiriksə, deməli bu istiqamətdə olan maddələr yeyilməlidir, yəni azalmalıdır. Azot və hidrogeni azaltmaq, amoniakı isə çoxaltmaq lazımdır. Ona uyğun cavabımız olur bizim D variantı. Kauçuk alınmasına istifadə olunan monomerlər. Kauçuk uşaqlar bilirsiniz ki, alkadenlərə polimerləşməsindən alınan iri molekullu birləşmədir. Burada da alkadenlərdən var. İzopren, butaden və xlorpren olur cavabımız 1, 2 və 3. Termokimyəvi tənliklərə əsasən aşağıdakı reaksiyanın istilik effektini hesablayın. Uşaqlar, Hess qanununa görə deyirdik ki, birbaşa gedən reaksiyanın istilik effekti mərhələlərlə gedən reaksiyanın istilik effektləri cəminə bərabərdir. Və biz belə olan halda
birbaşa reaksiyaya gedən tənliyi tapmaq üçün, tənliyin istilik effektini tapmaq üçün mərhələlərlə gedən reaksiyaları alt-alta toplamaq lazımdır. İndi baxaq bizim birbaşa gedən reaksiyamız hansıdır? Deməli uşaqlar, baxın, fosforun xlorla reaksiyasından pxlor 3 alınıb. Aşağıda pxlor 3-ün xlorla reaksiyasından pxlor 5 alınıb. Deməli bizim birbaşa gedən reaksiyamız budur. Baxın, birbaşa gedən reaksiyamız budur. Onda biz nə etməliyik? Bu iki reaksiyanı bir-birindən toplayıb nəticədə bunu əldə eləmiş oluruq. Baxın, burada yazıram sizin üçün. Pxlor 3 plus xlor əmələ gəlir pxlor 5 plus Q. Bunu qoyuruq kənara. Bax, bu iki reaksiyanı alt-alta toplayanda reaksiyanın sağ və sol tərəfinə diqqət edin uşaqlar. Sağ və sol tərəfdə eyni olan maddələri ixtisar edirik. Baxın, pxlor 3-lər gedir. Qalır bizim burada nə? Fosforumuz plus 2,5 mol xlor, 1,5'i burada, biri burada. 2,5 mol xlorumuz plus, daha doğrusu oxdan bu tərəfə qalır pxlor 5'imiz. Baxın, aldıq buradakı reaksiyanı. Eynən bu reaksiyanı. Hansı ki bu reaksiyanın istilik effekti 367 kilojouldur. Deməli biz 280 plus Q bərabərdir 367 tənliyinə görə Q'ni hesablamalıyıq. Buradan da Q bərabərdir 367-dən 280'i çıxsaq, qalacaq nə qədər? Deməli 87 kilojoul. Növbəti sualımız 85'də. Deməli 85'də uşaqlar x müsbət 6, 3s2 3p6-dırsa, x iyonu, yəni x müsbət 6 iyonu nə deməkdir? Yəni 6 elektron verərək 3s2 3p6 olub. Biz o 6 iyonu, 6 elektronu, üzr istəyirəm, 6 elektronu geri qaytarsaq nə olacaq? 3 deyəni yazırıq bura. 4s2 yazırıq. 6 dediyinə görə 3d4 olacaq. Daha doğrusu bu şəkildə olacaq. 4s1, 3d5. Yəni bu 6 dənə elektron çıxandan sonra 3p6 qalıbsa, demək ki bunun itirilmiş 6 dənə elektronun 3d5, 4s1-dədir. Y isə -3, yəni 3 elektron alandan sonra 3s2 3p6 olub. Deməli bunun neytralı da olacaq. 3s2 3p3. İndi 3d5 4s1-də uşaqlar A bərabər olacaq 24. 3s2 3p5-də isə B bərabərdir. Neçə olacaq? 10, 15. A plus B cəmini istəyir bizdən. Olacaq 39. 86. Etan və propan molekullarında rabitələrin ümumi sayını hesablayın. Etan C2H6'dır. Qızımız yazıb bura. Bunun üstündə yazaq hələ. Propan da C3H8'dir. Rabitələrin ümumi sayı. Uşaqlar, alkanlarda rabitələr necə hesablanır? 3N plus 1 düsturu ilə hesablanır. Niyə 3N plus 1 düsturu ilə hesablanır? Karbon-karbon atomlar arasında karbonun sayının bir vahid əskiyi, yəni N-1. Karbon-hidrogen arasında hidrogenlərin sayı qədər, yəni 2N plus 2 qədər. Toplayanda da eləyir 3N plus 1. İndi bizim maddəmizin biri 2 dənə karbonu var. 3 vurmaq 2 plus 1 bərabərdir 7. Birində 3 karbonu var. 3 vurmaq 3 plus 1 bərabərdir eləyir 10. Toplam rabitələrimizin sayı eləyir 17. Növbəti sualımız alkadenin növünü istəyir bizdən. Kumülə olunmuş, uşaqlar, kumülə olunmuşu həmişə mən uşaqlara deyiləm. Kumülə olunmuş sözündə, burada yaxşı görünmür, buraya yazım. Kumülə olunmuş sözünə diqqət edin. U'lar bu şəkildə ard-arda yerləşib. Buradan yadda saxlayın ki, kumülə olunmuşlarda 2 qat rabitə ard-arda yerləşir. Və burada 2 qat rabitənin ard-arda yerləşdiyi səhv görmürəmsə, A və C variantındadır. A və C-dədir. Bir saniyə. Bəli, A və C variantı. Konjuqə olunmuşlarda uşaqlar 2 qat rabitələr 1 tək qat rabitə qədər bir-birindən aralı məsafədədir. Bu da verilənlərin içərisində B-də, başqa varmı? Başqa varmı? Bir də D-dədir. İzolə olunmuş isə 2 və daha artıq tək qat rabitə ilə 2 qat rabitələr bir-birindən ayrılır. Bu da olur bizim E variantımızda. 88'də 720 qram glukozanın yağ turşusuna qıcqırması zamanı 89,6 litr qaz qarışığı ayrılmışdır. Reaksiya zamanı neçə qram yağ turşusu alındığını və reaksiyanın praktik çıxımını hesablayın. Deməli uşaqlar, glukoza, buradan təmiz yazım reaksiyanı. C6H12O6 qıcqırma zamanı əmələ gəlir yağ turşusu C3H7COH. Əmələ gəlir karbon qazı və hidrogen. Əmsallaşdıraq reaksiyanı. Deməli, 4 dənə karbon burada varsa, bura 2 yazsaq.
Hidrogen neçədən oldu? 8, deməli 4, 6, burada 2 yazsaq olacaq 12. Bərabərləşir. İndi deyir ki, 720 qramdan 89,6 qaz qarışığı alınıb. Praktik çıxımı istəyirsə bizdən uşaqlar, deməli 89,6 qram alınmalı deyil. Ona görə nəzərə çıxımı hesablayaq. 720 qramdan cəmi nə qədər, yəni neçə litr qaz qarışığı alınıb. Tənasüb quraq bunun üçün. Glukozanın emeri 180 qramdır. 180 qramdan ayrılır 4 mol qaz, yəni 4 vurmaq 22,4 litr. 720-dən 180 ixtisar eləsək, burada qalır neçə? Elə 4 qalır. 4-ü 4-ə vursaq, deməli, alınan qazımız olur bu şəkildə uşaqlar. 4 vurmaq 89,6. Vurmadım, böyük rəqəm alınır deyə. Deməli, 4-ü 22, 4-ə vuranda 89,6 eləyir. Burada da 4 olduğu üçün 4 vurmaq 89,6 alınmalıdır. Bax, bu nəzəri hesablanardı. Yəni, 100% olsaydı belə alınacaqdı. Amma 89,6 alındığına görə praktik çıxımı hesablamaq üçün praktik çıxım bərabərdir. Əldə olunan nəticə 89,6 bölünsün nəzəri hesablanan nəticə. 4 vurmaq 89,6 vurmaq 100. Bu deyilir 25%. Praktik çıxımımız olur 25%. Və bu 25%-i əsasən alınan yağ turşusunu da hesablayaq. Yağ turşusunun emiri nə qədər eləyəcək? 4 dənə karbon olduğu üçün 48 plus 8 dənə hidrogen plus 32 qram. Bu da eləyir 88 qram. Onda tənasüb quraq uşaqlar. Tənasüb quraq ki, 180-dən 88 alınır. 720-dən nə qədər alınmalıdır? 720-dən 4 vurmaq 88 alınmalıdır. Bunu da 25% olduğuna görə praktik çıxımızı nə qədər hesabladıq? 25% hesabladıq. 25%, yəni 4də 1 olduğuna görə 4 vurmaq 88 yox, eləcə 88 qram alınacaq. Deməli, birinci cavabımız oldu 88 qram, praktik çıxımımız da oldu 25%. 89. Mangan 4 oksidin xlor turşusu ilə reaksiyasına 72 qram su alınmışdır. Deməli, reaksiyanı burada geniş formada yazaq uşaqlar. Deməli, mangan 4 oksidin xlor turşusunun reaksiyası. Xlorun laboratoriyada alınma reaksiyası. Alınır mangan 2 xlorid, xlor və su. Əmsallaşdıranda hidrogen xlorida 4 yazsaq, suya 2 yazsaq bərabərləşir. Bizdən nə istəyir? 72 qram su alınmışdır. Bu zaman alınan mangan 2 xloridin mol miqdarını və ayrılan xlorun həcmini. 72 qram suya əsasən ayrılan xlorun həcmini, bunun da mol miqdarını istəyir bizdən. Deməli, 72 qram. 36 qram normalda su ayrılır. 36 qram sudan 1 mol, yəni 22,4 litr xlor alınır. 1 mol mangan 2 xlor da alınır. Buradan Y bərabər eləyəcək. İxtisar eləyəndə 2 dəfə çox olduğu üçün Y bərabərdir 2 mol eləyəcək. X bərabərdir 44,8 litr eləyəcək. Sonra 90-da benzolun homoloqu verib bizə və hibrid orbitalların ümumi sayını verib. Benzol sırası karbohidrogenlərdə, yəni aromatik karbohidrogenlərdə hibrid orbitalları necə hesablayırdıq uşaqlar? CnH2n-6-dır axı. Bizim sadəcə benzol həlqəsində 6 dənə karbon atomumuz sp2 hibrid halında idi. Yerdə qalanlarda isə hibrid orbitalların sayı hər bir karbon atomunda sp3 hibrid orbital olduğuna görə hər bir karbonda 4 hibrid orbital olur. Deməli, əgər bizim en sadə karbonlarımızın hamısında uşaqlar sp3 hibrid orbital olsaydı, hibrid orbitallarımız 4 dənə olardı, düzdür? Amma bizim bu en sadə karbon atomlarımızın 6-sında, hərəsində bir dənə hibridləşməmiş orbital olduğuna görə, yəni sp2 olduğuna görə, deməli 6 dənə hibrid orbital əskikdir 4N-dən. Ona görə də hibrid orbitallarımızdan 4N-6 ilə ifadə edirik. Bizə verir ki, hibrid orbitalların ümumi sayı 3A-1'ə bərabərdir. Onda 4N-6-nı 3A-1'ə bərabər eləyək. Sonra sigma rabitələrin ümumi sayı 2A-ya bərabərdir. Sigma rabitələrimizin ümumi sayı, deməli, aromatik karbohidrogenlər disiklik birləşmə olduğuna görə disiklik birləşmələrdə karbon-karbon atomu arasında karbonun sayı qədər sigma rabiti olur. Deməli, bir də karbon-hidrogen arasında da hidrogenin sayı qədər. Bunların ikisini toplasaq edir 3N-6 ümumi sigma rabitə. 3N-6 da 2A-ya bərabərdir. Buradan uşaqlar biz A-nı tapıb bərabərləşdirə bilərik.
Deməli inşallah hər iki ifadədə görürsüz, həm n var, həm a var. Riyazi olaraq hesablamaq üçün nə edə bilərik? Yəni eyni ifadəyə bir dəyişəni tənliyə gətirib çıxartmalıyıq. Məsələn, burada a-nı əvəzləyə bilərik. 4n-6 bərabərdir 3a - 1-dən 3a bərabərdir 1-i bu tərəfə keçirsək olacaq 4n-5. Buradan da a bərabərdir 4n-5 bölmək 3 olacaq. Gətirib burada yerinə qoysaq, a-nın yerinə qoysaq uşaqlar 3n-6 bərabərdir 2 vurmaq 4n-5 bölmək 3. Məxrəcdən xilas eləmək üçün hər tərəfi 3-ə vursaq uşaqlar, onda bu olacaq 3-ü 3n-6-ya vursaq olacaq 9n-18 bərabərdir. Bunun 3-ü ixtisar gedəcək 8n-10. Bu tərəfə keçirsək n bərabərdir 8 olacaq. N bərabərdir 8 dediyinə görə deməli bizim benzol homoloqumuz budur. C8H10. A-nı müəyyən edin. A deməli 8 olduğuna görə, n 8 olduğuna görə A-mız nə qədər olacaq? Deməli 3 vurmaq 8 - 6 bərabərdir 2a-ya. 24, 18, 2a bərabərdir deməli 18, a da bərabərdir eləyəcək 9. Və eyni zamanda x-in nisbi molekul kütləsini istəyir bizdən. Bu da bərabərdir 8, 12 eləyəcək 92 plus 10, bu da bərabərdir 102. Bu qədər.